azadlığı əxlaqsızlığa gətirib çıxartdılar. Bu sözə xalq artisti Eyyub Yaqubov deyilmiş. Eyyub müəllimlə bağlı xəbərlər çox azaldı olur. Belə hər dedikoduya, hər qalmaqala getmir, amma nəsə münasibət bildirək, görək nə deyib bizim Eyyub Yaqubov. Ailədə təməl kişinin üzərində olmalıdır. Belə olanda gözəl olur. Kişi qadının göz bəbəyi kimi qorumalıdır kişi qadını. Onun ən yaxın can dostu olmalıdır. Yəni kişi qadının, qadın da kişinin. Təbii ki, axşam nöqtə-aza istinad edirəm. Zarafat bir yana proqramında deyil. Müğənni qadın kişi münasibətlərindən danışıb. Qadın da öz yerini bilməlidir. Biləndə, yəni qadın gözəl harmoniya olur. Bugün əfsuslar olsun ki, azadlıq adı altında balans pozulub, ailəm qarşı bir-birinə. Bu da bir faciəyə gətirib çıxarır. Bu proses dünyada gedir. Yəni təkcə bizdə yox, dünyada da. Azadlıq bütün qanunlardan çıxmaq demək deyil. Azadlıq saflıq deməkdir. Azadlıq sevgiyə bağlıdır. Amma bunun tam tərsinə əxlaqsızlığa gətirib çıxardıb azadlıq. Qadın ailənin ziniyyəti, dostu, yaraşığı olmalıdır. Kişi də ailənin üstündə olmalıdır. Bəli. Nə qədər də həqiqət var dediklərində mənə zəng gəldi. Zəngdən imtina edim. Doğrudan da düz deyir ki, insan doğrudan da azadlıq bizim heç kişilərimizi demirəm, hələ qadınlarımızdan, hələ kişilərimiz də ki, özünüz görürsünüz də çoxları kişi olmaqdan imtina edirlər. Qadınlarımız da ki, demək olar ki, bəziləri təbii ki, həyatını seks üzərində, əxlaq üzərində qurub, bu belə inkar olunmaz, bu təksib olunan bir olay deyil ki, hər şey gözümüzün qarşısında baş verir.